Yəni nə qədər orada kazein miqdarı aşağı salınsa, bir o qədər də uşaq üçün faydalıdır. Yox, zərərsiz. Mən doktoru başa düşürəm nəyə görə deyil. Çünki kazein miqdarı çox olanda uşaqların böyrəklərinə ziyandır və sonrakı dövrdə böyüyəndən sonra böyrəklərində müəyyən fəsadlar verə bilir. Nə fəsadlar olacaq? Daş yaranacaq. Böyrək çatışmamazlığı, dializə bağlanmaq və s. kimi, yəni orada çox yüksək olması, yəni zərərlidir. Çünki inək südündə kazeinin miqdarı 80-dən 20-yədir, yəni zədəvuzlarına nisbətdə bu səbəbdən. Amma bu artıq indiki texnologiya ilə azaldıla bilir. Yəni çox nə qədər endirilə bilir? Belə deyim, 37-nin 63-ə, 40-ın 60-a. Təhlükəsiz hədd 60-ın 40-adır. Yəni onu ala bilirikmi süni yoldan? Ala bilirik, bəli. Tamamilə alırıq. Var da elə məhsullar. Var Avropada, yəni bizdə yoxdur. Yox, bizdə var. Məsələn, friso bu cür yəni istehsal edilir və tamamilə normativlərə uyğun formada və qeyd olunur orada. Bəli. 0-6 ay, hətta mən sizə rəqəm də verə bilərəm. 0-6 ay frisolarında bir nömrələrində orada 63-ün 37-yədir. 63-ün 37. Yaxşıdır, hə? Çox ideal bir, yəni rəqəmdir. Texnologiyanın inkişafı bir yandan ki, bəli, çalışırlar, amma mənim sözümün məqsədi odur ki, əlbəttə uşaqlar süni qida alırlar, böyüyürlər, yetişirlər və s. Əgər o zəhər olsaydı tam böyüyə bilməzdilər. Amma amma dediyiniz o məqam var ki, zülal çox olanda fəsadlar yaradır. İndi bax Samirə xanım dedi ki, var artıq elə ki, zülal azlaşdı. Yox, hamısında azaldılıb. Hamısında azaldılıb. Siz bayaq dediniz mümkün deyil, ona görə. Yox, ana südünə çatdırmaq mümkün deyil. Ana südünə nə qədərdir? 1.2. 1.2 eləmək mümkün deyil də heç cür. Yəni biz onu iddia da etmirik. İddia etmirsiniz. Yəni belə bir iddiamız da yoxdur. Amma maksimum dərəcədə bu azaldılır.